Bugünkü videomuzda bağlayıcılar haqqında danışacağıq. Bağlayıcılar eyni ilə Azərbaycan dilində olduğu kimi söz və ya cümlələri bir-birinə məntiqi və ya məna cəhətdən bağlayırlar. Bağlayıcıların tərcümələrini düzgün bilmək lazımdır ki, test toplusunda və ya sınaq imtahanlarında test tapşırıqlarını düzgün yerinə yetirəsiniz. Tərcümə cəhətdən bağlayıcıların mənası bilinməsə, qurduğunuz həmin o cümlələri, tərcümə etdiyiniz cümlələr arasında hansı bağlayıcıların işlənəcəyini çətinliklə tapa bilərsiniz. Bu səbəbdən bağlayıcıları mənasına görə növlərə bölsək, daha yaxşı mənimsəyərik. Birinci növ səbəb, cause bildirən bağlayıcılardır. Bunlar eyni ilə bizim dilimizdə olduğu kimi since, because, as, çünki mənasına gələn bağlayıcılar və due to, because of kimi görə, nəyisə səbəbindən, nəyisə görə mənasına gələn bağlayıcılardır. Because, as, since, üçü də eyni mənaya gəlir. Üçü də çünki deməkdir. Yəni, bir hadisənin səbəbini göstərir. Və bunları sinonim bağlayıcılar kimi də yadda saxlaya bilərsiniz. Test tapşırıqlarında birini digəri ilə əvəz eləmək mümkündür. Yəni, məsələn, test toplusunda və ya hər hansı bir sınaq imtahanında qarşınıza bir test çıxıb və variantlarda because, as və ya since hər üç bağlayıcı verilib. Bu zaman düşünmək olar ki, bu variantlardan heç biri düz deyil. Yəni, çünki üçü də eyni mənaya gəldiyi üçün variantlardan birində hər hansı birini götürmək artıq səhv olacaq. Nümunələrlə gəlin baxaq. Birinci cümlədə because she was tired, she couldn't run ya da as she was tired, she couldn't run. Since she was tired, she couldn't run. Cümlələr nə mənaya gəlir? Yəni, yorğun olduğu üçün, çünki yorğun idi, o qaça bilmirdi. Qaça bilməməyinin səbəbini göstərir. Yorğun olmaq bunun qaça bilməməyi səbəbidir. Ona görə də cümlələri gözəl tərcümə qabiliyyəti olsa və çox vaxt toplularda və yaxud da sınaqlarda çox da qəliz cümlələr verilmir. Yəni, rahatlıqla tərcümə edə biləcəyiniz cümlələr olur. Məsələn, she was tired, yüngülcə tərcümə oluna bilən bir cümlədir. Yorğun idi, ardıca she couldn't run, qaça bilmədi. Yəni, buradan görsənir ki, yorğunluq bir səbəbdir. Ona görə burada bu səbəb bildirən üç bağlayıcıdan biri götürülə bilər. İkinci cümlədə we decided to cancel the meeting due to the heavy rain. Due to və because of bağlayıcıları bunlar da çünki, görə mənasına gəlir. Lakin fərqləri odur ki, bunlar cümlələri bağlamır bir-birinə. Yəni, bu bağlayıcı, bu iki bağlayıcıdan sonra qəti şəkildə cümlə gələ bilməz. Söz və ya söz birləşməsi gəlməlidir. Məsələn, biz iclası təxirə salmaq qərarına gəldik güclü yağışa görə. Yəni, çünki güclü yağışa yox, güclü yağışa görə. Gördüyümüz kimi burada heavy rain ifadəsi, güclü yağış sözü cümlə deyil. Yəni, bitmiş bir fikri ifadə etmir və söz birləşməsidir, heavy rain. Eyni ilə ikinci cümlədə she felt sad because of her failure. O özünü üzgün hiss etdi uğursuzluğuna görə. Yəni, burada görürsünüz, her failure sözü bir söz birləşməsidir, iki sözdən ibarətdir və cümlə deyil. Mübtədası, xəbəri yoxdur deyə cümlə adlandıra bilmirik və məsələn, testlərdə daha çox məsələn because ya da because of arasında qalarkən buna çox diqqət etmək lazımdır ki, bu bağlayıcının ardıca cümlə gəlib və ya yox.